İndi kənd yolunda durub maşın gözləyirəm. Dedim bir video çəkim. Kənd və şəhər haqqında. İnsanlar çoxu şəhəri fərqli görürlər. Halbuki şəhər və kəndin fərqi yoxdur. İstər şəhərdə yaşa, istər kənddə. Əsas sən başarın. Yəni sən bacarıqlı olmandır. Yəni o şəraiti kənddə də yarada bilərsən, şəhərdə də. Məsələn, mənim anam içən kişi ilə kənddə hamam tikəndə demək olar ki, mənəm deyən kişilərin nə kənddə, nə şəhərdə hamamları yox idi. Elə bir insanlar da var, hektarlarla torpaqları ilə öyünürdü. Onlarda belə hamam yox idi. Təsəvvür edin ki, otaqda peç qalayıb köhnə Sovet dövrünün dəmir vannasında çimirdilər və hələ başqalarına ağıl da verirdilər. Yaxud bir qadın bir gün bizə qonaq gəlib deyir, gəlin Bakıda yaşayın da, özü Günəşlidə yaşayırdı. Hamamı da yox idi, balkonda çimirdi və mənim gözəlim Zaqatalada hər cür isti soyuq suyu olan, şəraiti olan evdən mənə təklif edirdi ki, gəlin Bakıya. Bax beləcə əzizlərim, istəyən insan, yəni əsas sənsən. Getdiyin yeri gözəlləşdirən də, onun haqqını verən də, orada özünü xoşbəxt edən də.